Quba rayonunda ər-arvadı mübahisəsi cinayətlə nəticələnib hadisə rayonun kəndlərindən birində baş verib. 1970-ci il təvəllüdlü Cabbar yaşadıkları evin qonaq otağında arvadı Samirə ilə mübahisə edib. Aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı əlində olan taxta parçası və yumruqla arvadının baş və bədən nahiyələrinə vurub. Faktla bağlı Cabbarın barəsində Cinayət Məcəlləsinin 127.1-ci zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Cabbar törətdiyi əməli etiraf edib. O bildirib ki, 1994-cü ildə Samirə ilə evlənib, evlilikdən 4 övladı dünyaya gəlib. Evləndikdən sonra Samirə ilə münasibətlərim yaxşı olub. Lakin son zamanlar Samirənin telefonla başqa şəxslə danışdığından şübhələndiyim üçün aramızda mübahisələr oldu, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə məlum hadisə günü saat 22 radələrində yaşadıkları evin qonaq otağında Samirə ilə söhbət etdiyi zaman eyni səbəbdən, yəni qısqanclıq zəminində aralarında mübahisə yaranıb. Həmin vaxt Samirə məni təhqir etdiyi üçün əlimdə olan taxta parçası ilə onun sol qolundan yumruqla baş nahiyəsindən vuraraq ona xəsarət yetirdim. Bundan sonra Samirə telefonla qızımız Zeynəbə zəng edərək məlumat verdi. Hadisə yaşadığımız evin qonaq otağında baş verib və orada bizdən başqa heç kəs olmayıb, deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zərərçəkmiş Samirənin sözlərinə görə yaşadıkları evin qonaq otağında olduqları zaman əri Cabbarla qısqanclıq zəminində aralarında mübahisə yaranıb. Həmin vaxt Cabbar haqsız yerə məni qısqandığı və söydüyü üçün onu təhqir etdim. Bu zaman o əlində olan taxta parçası ilə sol qolumdan, yumruqla isə baş nahiyəmdən vurdu. Mübahisədən sonra Bakı şəhərində yaşayan qızım Zeynəbə zəng edərək polisə məlumat verməyi ondan xahiş etdim, deyə qadın ifadəsində göstərib. Quba rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən, yəni təqsirləndirilən şəxsin zərərçəkmişlə barışması səbəbindən o cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib. Bundan başqa Astara rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib, hadisə rayonun kəndlərindən birində baş verib. 1962-ci il təvəllüdlü Sabir həyat yoldaşı Mübarizə ilə mübahisə edib. Onların birlikdə yaşadıkları evdə ailə daxili münasibətlər zəminində mübahisələri yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə plastik döşəmə fırçası ilə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Faktla bağlı Sabirin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Sabir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışmasının nəzərə alınmasını xahiş edib. Zərərçəkmiş qadın da ərizə ilə məhkəməyə müraciət edib, o təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını deyib. Astara rayon məhkəməsinin hökmü ilə təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.